İnsanlar öz uğursuzluqlarını qəbul etməyəndə, uğurlu olanı incidərlər. Qarşısındakını incidərək öz uğursuzluqlarını unutmağa ya da gizlətməyə çalışırlar. Müqəddəs yazıda deyilir, özünüz haqqında lazım olduğundan artıq yüksək fikirdə olmayın. Allah bizə buyurur ki, özümüz haqqında qədərindən artıq yüksək düşünməyək. Çünki yazılmışdır, Allahdan aşağı yaradıldı. Deməli, mən aşağıdayam. Yenə yazılır. Allahın önünə gedən zaman söz deməyə tələsmə. Deməli, mən dinləməyi öyrənməliyəm. Kimi? Müqəddəs yazıda hər kəsə hörmət edin yazılır. Deməli, hər kəsi. Yaxşı, bunun uğurla və ya uğursuzluqla nə əlaqəsi var? Çünki özü haqqında yüksək fikirdə olan biri başqalarının uğurlarına sevinə bilməz. Çünki onları bu uğura layiq görməz. Müqəddəs yazıda belə biri varmı? Bəli, Yusif. Qardaşları onu gördüyü yuxuya görə, atası isə onu padşah övladı kimi böyütsə də, Yusifin ondan daha yüksək mövqe tutacağını qəbul edə bilmədilər. Bəs bu onu Allahın planından ayırdı mı? Xeyr, bu uğurun qarşısını almadı. Yusif Firondan sonra ikinci adam oldu. Müqəddəs yazı deyir ki, o Firona ata oldu. Bəli, deməli uğursuzluqla sınanan birinin uğurla mükafatlandırılması üçün öncə məhrumiyyəti dərk etməli, qüruru alçalmalıdır, Yusifdə olduğu kimi. Sonra Rəbb onu doğru səmtdə göndərəcək. Unutma, yazılıb. Xalqının həmdləri üzərində taxt quran odur. Və yenə yazılır. Bu qanun kitabının sözləri dilindən düşməsin. Orada olanlara dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan. Deməli, Rəbbin qanunlarının hökm sürdüyü bir ürəkdə onun padşahlığı qurulur. Belə bir qəlbdən süzülüb gələn sözlər isə həmd kəlmələri olur. Deməli, dilin sözü insanın kimə aid olduğunun sübutudur. Ona görə də deyilir, ürəyini qoru, çünki həyat çeşməsi odur. Bəli, uğurun üçün utanma. Bu Rəbbin səninlə olduğundan xəbər verir. Qürurdan uzaq, Allaha yaxın ol, əziz dostum.